Salam əziz izləyicilər. Biz mütəmadi olaraq bu yoldan çəkiliş aparırıq. Yəni Ağdam, Ağcabədi yoludur. Hindartdan başlayır Ağdama qədər. Bu yollar bərbad bir vəziyyətdədir. Və bütün cəmaət, yəni buradan istifadə edən cəmaət hər biri şikayətçidir. Narazıçılıqlar çoxdur. Çünki bu yol mərkəzi yoldur. Ağdama gedən mərkəzi yoldur. Qarabağ zonası üzrə bu yoldan istifadə elənilir. Lakin bu yol artıq öz demək olar ki, işini başa çatdırıb. Bərbad bir vəziyyətdədir. Heç kəs istifadə edə bilmir. Maşınlar işləyə bilmir. Buna görə də cəmaət çox əziyyət çəkir. Əfsuslar olsun ki, bu qədər narazıçılığa baxmayaraq, bu yollar hələ də öz işini yerinə yetirmir. Bu yola baxan məmurlar hələ də heç bir şikayətə diqqət yetirmir. Və buna görə də burada yaşayan insanlar və bu yoldan istifadə edən insanlar çox əziyyət çəkirlər. Xahiş edirik ki, bu işlə məşğul olan qurumlar öz işlərini yerinə yetirsinlər və bu yolla məşğul olsunlar.